Çox fikirləşirdim ki, görəsən bu podkastda necə başlayım. Yəni ilk cümləsinə qədər, ilk postuna qədər hər şeyi xırda-xırda düşünürdüm. Bu da mükəmməliyyətçi olmaqla əlaqəlidir məncə. Amma mükəmməliyyətçi olmaq insanı bir növ sıxır, saxlayır, çox tərəddüddə qoyur, biraz yorur əslində. Çünki bəzən məncə doğaçlama davranmaq daha yaxşıdır, daha maraqlıdır. Necə ki, indi mikrofonu qoşdum və heç nə düşünmədən doğaçlama danışmağa başlayıram. Salam, bu ağılda qalan podkastın ilk bölümüdür. Xoş gəlmisən. Bilmirəm indi mən harda və ya necə qulaq asırsan, yəni nə ilə məşğulsan, o mənada deyirəm. Mən düşündüm, uzun zamandır əslində ağlımda var idi bu podkast ideyası. Və ilk fikirdə əslində bir nəfərin mənə deyirsən, danışmağa ehtiyacın var fikrindən formalaşdı. Düzdür, həmin anda bu fikir o qədər də çatmasa da zamanla gördüm ki, doğrudan da belədir. Danışmağa ehtiyacın var və məncə bir çoxumuzun danışmağa ehtiyacı var. Eyni zamanda dinləməyə də ehtiyacı var. Qulaqda bir səs olsun, istər dostunla, istər tanışınla, yəni fərqi yoxdur. Danışmaq, dinləmək ehtiyacı son dövrdə daha çox artıb məncə. Məsələn, mən özüm uzun zamandır ki, yatmazdan qabaq ASMR-a qulaq asıram. Sırf nədir, qulağımda bir səs olsun deyədir bu. Əslində, insan özü ilə tək qalmaqdan qaçır bir növ. Çünki tək qaldıqca günümüzün dili ilə deyək, overthink başlayır və bu başlayanda gələcək qayğısı, keçmiş, indiki, yəni hər şey qarışır bir-birinə və o qədər çıxılmaz vəziyyətdə qalırsan ki, bir növ gətirib sən hardasa depressiyaya da çıxardır. Yəni bunlardan qaçmaq üçün də mütləq istəyirsən qulağında bir səs getsin ki, uzaq qalasan, yəni fikirlərindən, öz fikirlərindən. Podkastdakı məqsədim ümumiyyətlə həm söhbət olmaqdır, əslində səndən danışmaq, söhbət etməkdir. Çünki niyyətim kiməsə patronluq daslamaq, filozof kimi danışmaq, yol göstərmək, nə bilim mən bunu eləmişəm, sən də bunu elə falan. Yəni bu tip klişe şeylərin heç birinə girən deyiləm. Çünki mən özüm hələ nə qədər cavabsız qalan suallarım var, özüm axtarıram, özüm arayışdayam, durub kiməsə belə bir şey eləyən deyiləm. Yəni məqsədim dediyim kimi söhbət eləyək, yəni maraqlı vaxt keçirdək, ən azından qulağımızda bir səs olsun, ağılda qalan bir səs olsun. Ümumi götürsək mövzular haqqında spesifik yenə bir fikrim yoxdur, eləyəcəkdim. Özüm üçün böləcəkdim, yazacaqdım qeydlər falan. Dedim eləməyim, çünki bir növ gətirib limitləyir insanı, sərhəd qoymuş oluram da. Mən istəyirəm məsələn, yəni dediyim kimi doğaçlama danışıb mövzular falan özümüzdə yəni söhbət eləyək. Çünki bunu məsələn bütün bölümü Spotify-da yayınlamağı düşünürəm. Amma qısa kesitlərini də Instagramdan, TikTokda paylaşacağam. Məsələn, orada kommentdə hər hansı nəyisə müzakirə eləyə bilərik, oradan bir mövzu çıxa bilər və onun haqqında danışa bilərəm. Və ya özüm gündəlik qarşılaşdığım, gördüyüm, ağlımda qalan bir mövzu ola bilər ki, gəldim onu söhbət elədik. Məsələn, danışdıq, elə bir şey də ola bilər. Ağlımda çox şey var idi. Normalda bu mənim, bilmirəm, deyəsən 3 ya 4-cü səs yazmamdır. Bundan qabaq test üçün yazıb sildiyim səslər oldu. Hər birində də yəni doğaçlama başlayıram deyə tam başqa mövzuya toxum, tam başqa bir yerə gedib çıxıram. Ona görə indi məsələn əvvəl danışdığım bir şey danışmaq istəmirəm, çünki süni çıxacaq. Yəni planlaşdırılmış bir şey çıxacaq da öz dediyimi, öz məqsədini edirəmmiş kimi. Məncə bu qədər bəsdir ilk bölüm üçün. Əgər bura qədər dinlədinsə, deməli bu söhbət sənə də az da olsa toxunub. Elə mənə də bu bəsdir. Hələlik.